Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Ülviyə Namazova etirafı ilə təəccübləndirib. Xəbər verilir ki, o, qonaq olduğu rəngarəng verilişində dəbdəbəli evinin olduğunu açıqlayıb. Evimi kreditlə almışam, Allah ummanlara qismət etsin. Mənzilim 2 otaqlıdır, aylıq $350 ödəyirəm. 2 il müddətinə kreditini verəcəyəm. Aparıcı Zaur Nəboğlu isə ifaçının Sibrizdə aldığı yeni evinin qiymətinin yarım milyon olduğunu bildirib. O, həmçinin qazandığı pulların əksər hissəsinin isə oxuduğu, hazırda münasibətlərinin olmadığı İsrail Məmmədovun Qoşa Çınarlar mahnı sayəsində deyərək sənətçiyə etirafını xatırladıb. Xanəndə Kamilə Nəbiyevə ana olub. Xəbər verilir ki, bu barədə özü paylaşım edib. Oğlum, xoş gəldin həm bu dünyaya, həm də bizim dünyamıza, gəlişinə qurban deyə paylaşımda qeyd edib. Xatırladaq ki, muğam ifaçısı ötən il Pərvin Fətəliyev adlı bəylə ailə qurub. Allah xoşbəxtləsin, təbriklər.